Hı hı. Axşamınız xeyirli olsun, xanımlar. Hər birinizi xoş gördüm. İlk növbədə özümü təqdim edim. Adım Cəmilədir. Artıq 6 ildir Network sayəsində çalışıram, təcrübəm var və çox böyük uğurlar, nailiyyətlər qazanmışam. Bir evdar xanım olaraq mən Network sayəsinə qoşulmuşam və özümü öyrətmişəm bu sahədə və ən böyük mənim marağımı çəkən bu sahədə evdən çalışmaq, yəni hər bir evdar xanımın həyatını dəyişə biləcək bir iş olduğu üçün kiminsə həyatının dəyişməsində bir vəsilə olmaq olduğu üçün bu işi çox sevmişəm və ona görə də özümü burada tapmışam, yəni network sayəsində tapmışam. Adımı qeyd etmədim, bəlkə burada məni tanımayanlar var, adım Cəmilədir. Demək ki, xanımlar, hal-hazırda, yəni çox gözəl bir platformada çalışıram. Livgood ailəsinə bərabər şəkildə çalışırıq və yanvarın 4-dən buradayam. Artıq Livgood ailəsində qeydiyyatdan keçmişəm və bugün sizə Livgoodun möhtəşəm imkanlarından danışacağım. Təbii ki, ilk öncə şirkət haqqında məlumat vermək istəyirəm. Şirkətimiz artıq 3 ildir ki, fəaliyyət göstərir. 2022-ci ildə Amerikanın Florida ştatlarında ilk dəfə yaradılmışdı və 212 dövlətdə rəsmi şəkildə fəaliyyət göstərir beynəlxalq şirkəti və Business for Home-da birincilikdədir. Yəni dünya belə deyim də dünya reytinq cədvəli üzrə şirkətlər arasında birincilikdədir Livgood. Yəni belə bir çox gözəl bir platformadır, möhtəşəm bir iş sistemi var, qazandıran sistemi var. Təbii ki, necə ki, bütün dünyada bu şirkətə tələbatlar olduğu üçün, eləcə də Azərbaycanda da böyük tələbat var. Çünki yeni bir modeldir. Dünya sənayesində yeni bir inqilab edərək abunə sistemi üzərində çalışırıq. Sistemin qazanc planı çox möhtəşəmdir. MLM şirkətdir. Şirkətin məhsulları var. Ümumiyyətcə şirkətin gedişatı Amazon kimi, belə deyim, yəni heç bir şəbəkə şirkətlərinə bənzəmir. Heç bir şəbəkə şirkəti belə deyil. Amazon kimi, Netflix kimi, yəni abunə sistemi üzərindədir. Belə deyim də qol şərtləri, yəni komanda qurmaq və yaxud da ballar toplamaq, ballar sıfırlamaq, bunların heç biri burada olmadığı üçün ona görə də artıq burada bu sistemdə hər kəs çox gözəl qazanclar əldə edə bilir. Və ən gözəl tərəfi də budur ki, şirkət hər kəsə gəldiyi andan möhtəşəm qazanclar verir. Yəni burada artıq aylarla gözləmək, hansısa rütbəyə qalxmaq və yaxud yəni bunların heç biri olmadığı üçün rahat şərtlərlə insanlar burada hər kəs, yəni möhtəşəm qazanclar əldə edə bilir. Özüm də yanvarın 4-dən buradayam. Artıq 3 aydır buradayam. Yəni 3 ay olmağıma baxmayaraq çox böyük uğurlara imza atmışam komandamla bir yerdə. Artıq komandamın sayı 1000-i ötüb və möhtəşəm qazanclar komandamla bərabər qazanırıq və ən gözəl tərəfi də budur ki, hər kəs bərabər şəkildə burada qazanır. Yəni buran Livgoodun qazanc sistemi elədir ki, burada hər kəs əziyyət çəkdiyi andan əziyyətini, bəhrəsini görür. Yəni burada kimsə yuxarı rütbədədir və yaxud kimsə bugün gəlib, bunun heç bir fərqi yoxdur. Çünki hər kəs burada ilk həftədən belə qazancını qazanıb götürə bilir. Deməli, qeyd edim ki, şirkətin şəbəkədən fərqi budur ki, bu günləri çox xanımlarımız bilirik ki, şəbəkələrdə uğursuz nəticələr əldə edir və bu nəyə görədir? Çünki çox xanımlarımız komanda qura bilmirlər, çox xanımlar məhsul satışı bacarmırlar, çox xanımlar yəni bunları qol şərtləri olduğu üçün qolları tarazlaya bilmirlər, çünki qol sistemi olduğu üçün şəbəkədə bunları edə bilmədikləri üçün çox böyük uğursuzluqlarla rastlaşırlar. Və bugün isə Livgoodda bunların heç biri olmadığı üçün hər bir xanım, yəni burada möhtəşəm şəkildə yəni inkişaf edib qazanc əldə edə bilir. Və qeyd edim ki, ümumiyyətcə şirkət abunə sistemi üzərindədir və abunə sistemi
sadəcə ayda bir dəfə 10 dollar abunə haqqı ödəyərək siz çox gözəl qazanclar əldə edə bilirsiniz şirkətdən. Və qeyd edim ki, birinci, baxın, şirkətin qaydası sadəcə abunə olub şirkətdə yerinizi tutmaqdır. Və bundan əlavə siz abunə olduğunuz üçün hər bir məhsuldan, şirkətin yəni möhtəşəm məhsulları var. Bütün məhsullarından 75% endirimlə yararlana bilirsiniz. Yəni bu imkanı da verir bizə şirkət. Sadəcə məcburiyyət yoxdur. Yəni məhsul almaq məcburiyyəti yoxdur. Təbii ki, şirkətin məhsulu var. Yəni şirkət çox gözəl məhsullar bizə təqdim edir. Amerika məhsulları da hal-hazırda qida əlavələri, serumlar və günü-gündən də hər yeni ayda məhsullarımızın sayı çoxalır. Hətta məhsullarımızın sayı belə çeşidi 200 növ çeşid bizə önərəcək. Çünki şirkətin məqsədi Amazon kimi bütün dünya marka mağazaları ilə yəni işləmək və insanlarını qazandırmaqdır təbii ki. Və hal-hazırda yəni şirkətin 1.700.000 abunəçisi var təbii ki. Ümumiyyətlə şirkət sistemi necə işləyir? Gəlin biraz da bu haqda danışaq. Şirkət ümumiyyətlə 3 tərəfdən qazanc planını təqdim edir insanlara. Ümumiyyətlə şirkətin 7 növ qazancı var, amma əsasən 3 hissədən bu 7 növ qazancı bizə təqdim edir. Deməli, birinci qazancı elə abunə sistemi üzərindədir və şirkət Livegood bugün Amazondan fərqli olaraq və biz bilirik ki, Amazon da abunə sistemi üzərində də aylıq 15 dollardır Amazonda yəni ki qazanclar əldə etmək üçün və Amazon da yəni yeni başlayanda kitab satışı ilə ilk dəfə piyasaya çıxmışdı və bugün isə baxsaq ki Amazon bütün dünya marka mağazaları ilə yəni işbirliyi edir, insanlar böyük pullar qazanır. Eləcə də bugün Livegoodda eynən Amazon kimi yəni abunə sistemi üzərində olduğu üçün fərqi odur ki, yəni sadəcə Livegood'un bugün fərqi Amazondan olur ki, şirkət öz abunəçiləri üçün də pul ayırır, yəni qazanc ayırır. 1 dollardan 2047 dollara qədər qazanc planı ayırır. Və hansı ki, sadəcə siz 10 dollarla şirkətə qeydiyyat olursunuz, şirkətin abunəçisi olursunuz. İstədiyiniz zaman 75% məhsullardan da alış-veriş edə bilərsiniz. Buna heç bir yəni qadağan yoxdur. İstədiyiniz zaman ala da bilərsiniz, almaya da bilərsiniz. Yəni bu şirkətin özəl cəhəti də odur ki, məhsul almaq məcburiyyəti yoxdur şəbəkə şirkətləri kimi. Çünki şirkət, Livegood şirkəti məhsul üzərində öz şəbəkəsini qurmur. Yəni şəbəkə şirkətlərində adətən məhsul üzərində şəbəkə qurulduğu üçün və təbii ki məhsulu önər. Çünki şəbəkə şirkətləri marağındadır ki, daha çox məhsulunun satışını etsin və məhsulun satışının müqabilində hansısa bir faiz dərəcəsinə görə insanları qazandırsın. Amma bugün isə Livegood bu məcburiyyəti qoymur və böyük üstünlüyü də elə budur. Şirkət həm abunə sistemindən, yəni abunə üzərində qurulduğu üçün abunə tərəfindən də bizə qazanc verir. 1 dollardan 2047 dollara qədər biz sadəcə şirkətə abunə oluruq. Yəni sadəcə istədiyimiz zaman alış-veriş edirik, istəməsək etmirik. Yəni yenə də biz şirkət özü, yəni sırf abunələrini bu qazanca ayırdığı üçün hər biri bu qazanca sahib ola bilir. Təbii ki, bu pasiv gəlir kimi götürülür. Yəni 1 dollardan 2047 dollara qədər olan qazanc. Pasiv gəlir kimi təbii ki, siz birinci aydan minimum deyək ki, 1 dollardan üzü yuxarıya qədər qazanclar götürə bilərsiniz. Daha çox ola bilər. Yəni indi minimal mən dedim. Və ikinci qazancı isə deməli referaldan da, hansı ki biz şirkətə bir müştəri dəvət edəriksə, yəni referal linkimizdən bir müştəri qeydiyyatdan keçərsə, dərhal yəni bizim şirkətə dəvət etdiyimiz həmən müştəridən dərhal şirkət bizə 5 dollardan 25 dollara qədər komissiya verir. Və bundan əlavə də dəvət etdiyimiz o müştəridən əlavə də bizim maaşımıza 50% əlavə qazanc verir. Yəni görün, çox möhtəşəm bir tərəfi də budur ki, şirkət bizə deyir ki, siz mənə abunəçi gətirin və mən sizə bunun mükafatını verərək ilk növbədə 5 dollardan 25 dollara qədər komissiya verir bizə və bundan əlavə də daimi də həmən müştəridən
sizin maaşınıza belə 50% artım kimi təsvir edin ki, onun yəni ki, hər qazancından, yəni deyək ki, dəvət etdiyiniz müştərinin hər qazancından 50% də sizə verir şirkət. Çünki sizin şəxsi dəvətlinizdir və siz onu dəvət etdiniz. Yəni ki, ondan sonra da digər abunələriniz var. Yəni ümumiyyətcə şirkətin bütün abunələri bir-birinin altından qeydiyyatdan keçdiyi üçün heç bir qol şərtləri olmadığı üçün hər bir kəs burada rahatlıqla inkişaf edib qazanclar götürə bilir. Üçüncü şərt isə, üçüncü qazanc planı şirkətin məhsuldandır. Yəni məhsuldan da ayrı bizə qazanclar verir və ilk növbədə referaldan daxil olub alış verən hər bir müştəridən sizə dərhal oradan da 50% qazanc verir. Və təbii ki, digər şirkət, məsəl üçün, sizin rütbələrə görə də əlavə qazanclar verir. Birazdan mən lövhədə izah edəcəm. Rütbələrə görə bizə hansı qazanclar, hansı dərəcədə qazanclar verir bizə. Həm məhsula görə, həm şəxsi dəvətlərimizin dəvətlərinə görə, yəni əlavə də bu rütbələrə görə də bizim dərinlik qazanclarımız da olur. Yəni, baxın, bu üç qaydada qazancı şirkət fərqli demək olar ki, ayrı-ayrılıqda bizə sunur. Və təbii ki, seçim bizimdir. Biz istəsək, yəni abunə kimi sadəcə məhsul alış-verişi edib, amma adımızı qeyd edirik şirkətdə. Yenə də biz şirkət abunəçisi üçün ayırdığı o qazancdan bizə də bir pay düşür. Biz də oradan yenə qazanc götürə bilirik. Və yaxud da ki, əgər bir şirkət mənə bugün bir müştəridən ötürü əgər 50% qazanc verirsə, mən bir müştərini dəvət edirəm və buna görə şirkət mənə 50% qazanc verirsə, nəyə görə də mən müştəri dəvət etməyim? Daha çox dəvət edə bilərəm. Və yaxud da ki, məhsul satışına görə də, əgər mən bacarıramsa, məhsul satışını, təbii ki, məhsulunu da satıb, əlavə də oradan 50% də qazana bilərəm. Və ən gözəl tərəfi də budur ki, bu qazancları biz həftəlik götürürük. Baxın da, aylarla gözləmirik. Hansısa rütbələrə qalxıb da qazanc götürəcəyik. Bunların heç biri burada yoxdur və siz elə referallardan olan limitsiz qazanclar qazana bilərsiniz və siz bu qazancları həftəlik götürürsünüz və baxın necə gözəl bir şirkətin qaydası var. Bir ayda 5 dəfə biz qazanc götürə bilirik. Yəni bu da möhtəşəm bir tərəfidir ki, bir ay ərzində siz şirkətdən 5 dəfə maaş götürürsünüz və aylıq maaşlarımız var. Təbii ki, abunə qazancları bizə aylıq gəlir. Əlavə məchik bonuslar var, hansı ki, şəxsi dəvətlərimizin hər birindən biz əlavə olaraq da 50%, yəni məchik bonuslar olaraq bizə əlavə gəlir. Yəni, demək olar ki, bunları sizə qeyd etdim və indi birazdan keçəcəm şirkətin marketinq planında rütbələrə görə dərinlik qazanclarını da sizə lövhədə izah etmək istəyirəm. İstədim birinci ilk növbədə şirkətin yəni ki, imkanlarını sizə səsli şəkildə izah edim və indi keçək lövhədə. Baxın, burada mən belə lövhəni belə edeyim. Aydındır da yəqin ki, hər şey. Zeynəb xanım, aydındır, hər şey görünürmü? Bəli, bəli. Deməli, xanımlar, gəlin belə edək. Deməli, baxın, burada bu sizsiz və sistemi mən izah edirəm. Sistem belə gedir. Baxın, burada, baxmayaraq, bunu siz belə görə bilərsiniz, amma bu o demək deyil ki, bu 2 qoldur və yaxud yəni burada yəni biri uzandı, biri getdi, biri qaldı və yaxud sizin qazancınız olmadı. Qətiyyən bu belə deyil, bunu izah edin. Çünki burada heç bir qol sistemi olmadığı üçün sadəcə sistemdə bu şəkildə qeydiyyatlar gedir və burada baxın bu şəkildə sağdan, soldan sağa tərəf qeydiyyatlar bax belə bu şəkildə. Və yenə də bax sizin qeydiyyatlar istəyir burada 10 qeydiyyatınız olsun, istəyir 30 qeydiyyatınız fərq etmir. Hamı baxın bura gəlir. Qeydiyyatlar soldan sağa doğru. Baxın bu şəkildə soldan sağa doğru bütün qeydiyyatlar alt-alta düşür. İstəyir bu xanım dəvət eləsin, bura gəlib düşəcək. Bu xanımın dəvətləri bura. Yəni harasa gedib düşmür. Deməyim odur ki, burada bütün qeydiyyatlar hamı alt-alta gedir və ən gözəl tərəfi odur ki, burada deyək ki, sizin bu hissədəki tərəfiniz
daha uçdu getdi, daha çox yəni ki, abunələr gəldi. Deyək ki, burada bu aktiv xanımımız apardı getdi bu qolu və burada isə məsəl üçün kimsə bunlara çata bilmədi. Və o demək deyil ki, siz qazanmayacaqsınız. Xeyr. Bax, elə sizin altınızda bu bir dənə belə aktiv lideriniz olursa, aktiv insanınız, deyək ki, bu burada məqsədli şəkildə komanda qurdu getdi və siz elə bu olmasa da belə, bu tərəf olmasa da, siz yenə də, baxın, abunə qazancını götürəcəksiniz. 1 dollardan 2047 dollara qədər olan qazancı götürürsünüz. Hətta sizin bu 10 dəvətdən ola bilər ki, 5-i gəlib bura düşüb. Və burada böyük bir inkişaf gedib və siz burada yenə də rütbələrə də gəlib çatırsınız. Rütbələri də bu bir tərəfdən götürə bilirsiniz. Yəni, istədiyiniz qədər almas rütbəsinə qədər də gələ bilirsiniz. Yəni, abunə qazancını da hər bir şey, yəni deməyəm odur, bu tərəfdən götürürsünüz. Yəni, burada ona görə deyilir ki, qol sistemi yoxdur burada. Sadəcə sistemdə belə göstərdiyi üçün və bildiyimiz qədər bu sistemi də robot idarə edir, xanımlar. Çünki bizim nə qədər qeydiyyatlarımız varsa, robot gətirir onları özü sağdan sola doğru, soldan sağa doğru, baxın bu şəkildə qeydiyyatları belə aparır. Sonra yenə olduqca sağa qoyur. Baxın sağa tərəf. Yəni bu şəkildə qeydiyyatlar gedir. Bu aydın oldu. İndi gəlin belə edək. Deməli biz burada dedik ki, bir müştəridən, əgər biz bir müştəri dəvət ediriksə, baxın sizin bu bir müştəri, gəlin bunu silim ki, sizə çaşbaşlıq olmasın. Baxın, bu bir müştəri, siz bir müştəri dəvət etdiniz. Ona görə deyilir ki, burada komanda qurmadan da dərhal həftəlik qazanc var. Və bu bir müştəri burada gəldi, deyək ki, 10 dollarla qoşuldu və təbii ki, bilirik ki, biz burada bu sistemdə ömrümüzdə bir dəfə biz 40 dollar verib biznes hesabı alırıq. Mütləqdir bu. 40 dollar. 40 dollar verib biznes hesabı alırıq və hansı ki, sizin şəxsi dəvətləriniz varsa, artıq siz 40 dolları verib dəvətlərə başlaya bilərsiniz. Və yaxud da siz abunəçisiniz, hələ yəni altınızda abunələriniz toplandı və ay sonunda, növbəti ayda da hətta 40 dolları ödəyib, artıq qazanclarınızı götürə bilirsiniz. Və düşünün ki, siz indi bir nəfəri dəvət etdiniz və bu bir nəfər dərhal sizə bu bir nəfərdən, baxın, 25 dollara qədər sizə qazanc gəlir. Yəni 5 dollardan 25 dollara qədər siz bu bir insandan qazanc götürürsünüz, düzdürmü? Və sonra artıq ikinci adamınızı dəvət elədiniz və bu ikinci adamı dəvət etdinizsə, siz artıq şirkətdə bronz rütbəsini açmış olursunuz. İlk rütbədir bronz. Hansı ki, bronz rütbədə sizə 2 xətt açılır. 2 xətt açılır və bu 2 xətt nə deməkdir, xanımlar? Siz deməli bu insandan 50% qazanc götürürsünüz və bu xanımın deyək ki, dəvəti var. Baxın, bu dəvətindən də 10% götürürsünüz. Çünki 2 xətt sizə açıldı və 2 xətt açıldığı üçün, bronz olduğunuz üçün artıq sizə 2 xətt açıldı. 50% şəxsi dəvətinizdən və 10% də onun dəvətindən. Həmçinin bu tərəfə də aid deyil şeylər və mən bir tərəfdə göstərəcəm ki, sizə aydın olsun. Və sonra burada gəlir bizim silver rütbəmiz, ikinci rütbədir silver. Silver rütbəsində 4 xətt açılır bizə. 4 xəttdə həmçinin baxın belə 1, 2, 3 və 4-cü xətt. Baxın burada 5% qazanc, yenə də 5% qazanc. Silver rütbəsinə görə 4 dərinlik sizə açıldı. Təbii ki, siz 4 dərinlikdən artıq qazanc götürürsünüz. Həm məhsulda, həm də şəxsi dəvətlərə görə, necə ki, buradan 50% götürmüsünüzsə, bu xanımın dəvətlisindən 10% götürəcəksiniz, bu xanımın dəvətindən 5%, bu xanımın da dəvətindən 5%. Həm bu sizə məhsula görə, həm də sizə yəni dəvət etdiyiniz yəni müştəriyə görə sizə, necə ki, sizə verib bu 25 dolları ilk dəvətə görə veribsə, bunlardan da bu qədər qazancları götürürsünüz. 4 xəttdən. Və sonra bizim 3-cü rütbəmiz, hansı ki, gold rütbəsidir.
Gold rütbəsində bizim 6 xəttimiz açılır. 6 xətt açılır və baxın 6 xəttdə yenə də baxın bu cürlə 3%, 2% açılır bizim üçün. Gold rütbəsinə görə eyni qaydada, yəni necə ki 4 xəttdən nə qazanırdıqsa, indi 6 xətt dərinlikdən bizə o qazanclar gəlmiş olur. Və sonra burada platin rütbəsi var, 5-ci rütbə. 5-ci rütbə platindir. 4-cü rütbə, üzr istəyirəm, 4-cü rütbə platin və platinə görə də bizim üçün burada daha 2 xətt də açılır, yəni 8 xətt olur. Burada yerləşmir. 8 xətt olur, yenə 2% və 1% açıldı bizim üçün 8 xətt dərinliyə görə və eyni qaydada 5-ci rütbədə almaz rütbəsidir. Almaz rütbəsində də 10 dərinlik açılır bizə, 10 xətt. 10 xətt açılır və eyni qaydada, yəni burada gördüyünüz kimi 10-cu xəttə qədər dərinlikdən siz həm məhsuldan, həm şəxsi, yəni dəvət olunmuş müştərilərdən də sizə də pay gəlir çatır. Təbii ki, bu rütbələrə görə dərinlik qazancı da bu şəkildə də şirkət bizə təqdim verir. Sadəcə bu qədər qazancları, bu qədər istədiyimiz qədər limitsiz qazancları əldə etmək üçün sadəcə ayda 10 dollar ödəyirik və ömrümüzdə bir dəfə bu şirkətə biznes hesabımıza almaq üçün 40 dollar verib biznes hesabımızı açırıq. Bu qədər sadə yolla, yəni ömrü boyu 10 dollar biz ödəyərək şirkətə daimi, yəni ki, qazanclarımızı çoxalda bilirik. Və artıq demək olar, mən bunları sizə izah elədim, rütbələri də burada, dərinlik qazancları və qeyd edim ki, xanımlar, və düşünün ki, burada bu dərinliklər yarandıqca, siz deyək ki, 10 nəfəri dəvət etmişsiniz və bu 10 nəfər gəldi bura, düşdü. Bu 10 nəfərin içində 3 nəfər sizin kimi iddialı xanımdır. 3 nəfər işləməyə gəlib, rütbələr açmağa gəlib, bu rütbələri istəyir. Amma yerdə qalanları sizin abunələrdir. Sadəcə abunə kimi gəlib. Təbii ki, o abunələr də axı bunların altına düşür. Yəni, onlar dəvət edə bilmirlər. Onlar deyək ki, satış edə bilmirlər. Amma onlar qazanmaq istəyirlər. Bəli, onlar qazana bilirlər. Çünki şirkət sırf abunəçisi üçün də əlavə 1 dollardan 2047 dollara qədər qazanc planı ayırır. Ona görə də, yəni burada, bu sistemdə biz hər kəsə rahat şəkildə deyə bilirik ki, sırf şirkətə abunə olub da sən qazanc əldə edə bilərsən. Amma deyək ki, sizin 3 xanımınız sizin kimi iddialı şəkildə bu rütbələrə gəlir çatır və eyni zamanda çiyin və çiyin çalışaraq həm abunələriniz qazanılır, həm də hansı ki rütbələrə gedən liderlər, məsəl üçün onların da əlavə qazancları olur və qeyd edim ki, abunələrin qazancı 1 dollardan 2047 dollardan artıq olmur. Çünki şirkət çox ədalətli bir sistem yaradır. Çünki əgər burada, deyək ki, bu boyda sistemi bu xanım yaradıbsa, bu xanım artıq gəlib almas olub, deməli, bütün sistemi böyüdüb, abunələr gətirib və böyük abunələr, burada böyük rütbələr açıb, təbii ki, şirkət bunu dəyərləndirəcək. Çünki bu sizin üçün, yəni abunədir. Burada deyək ki, bu xanım abunədir, heç kimi gətirmir, eləmir. Amma bu xanım bütün gətirdikləri düşür bunun altına təbii ki, bu abunənin altına və bu abunə qazanc götürür. Və burada nə yaranır? Baxın, sırf bu xanıma sizin dəvətinizdir və sizin daha belə 10 dəvətiniz varsa, fərq etmir. Daha çox dəvətiniz varsa, bu sizin başucalığınızdır. Nə üçün? Hətta 2 dəvətiniz də varsa, yenə başucalığınızdır. Çünki şirkət çox ədalətlidir. Siz şəxsi dəvət etdiyiniz bu 2 xanım ola, 10 xanım ola fərq etmir. Hər birinin 50% qazancını da hər ay sizə məhcik bonus kimi sizin maaşınızın üstünə gəlir. Düşünün, həftəlik siz deyək ki, 5 həftə qazanc əldə edirsiniz və sonuncu 5-ci həftə bizə aylıq maaşımız gəlir və hansı ki, sizin 10 dəvətiniz varsa, deyək ki, bu 10 dəvətin hərəsi 100 dollar qazanır, hər birindən 50 dollar da əlavə sizə qazanc gəlir. Çünki siz burada abunələri siz yığdınız, siz komanda qurmuşsunuz, o sadəcə abunə kimi gəlib. Düzdürmü? Və şirkət çox ədalətli davranır burada və sizə həmən xanımlar üçün, həmən abunələr üçün, siz komanda qurduğunuz üçün
və birbaşa onlardan sizə bax bu 10 xanımın şəxsi dəvətlərinizdən 50% qazancı da sizin maaşınızın üstünə gəlir. Sizə verir onun qazancını. Deyək ki, 100 dollar qazanırlarsa, hər biri ayrı-ayrılıqda 50 dollar sizindir. 1000 dollar qazanırlarsa, hərəsindən 500 dollar sizindir. Düşünün ki, indi burada 10 xanımla nə qədər siz qazanclar əldə edə bilərsiniz və yaxud 2 xanımla belə yenə də möhtəşəmdir. Yəni 2 xanımla siz deyək ki, 2047 dollar qazanırsınızsa, 2 xanımınızı da gətirib 2047 dollar qazananda hərəsindən 1000 dollar götürəndə yenə də bu az məbləğ deyil. 4000 dollar sizin aylıq qazancınız ola bilər. Sadəcə 2 xanımı dəvət etməklə. Yəni düşünün ki, daha çox xanım, daha çox müştəri dəvət etmək bizim yəni həqiqətən burada xeyrimizədir. Çünki şirkət bizi dərhal dəyərləndirir. Həm ilk dəqiqədən, ilk qeydiyyat etdiyimiz andan bizə 25 dollar ona birinci komissiyanı verir və sonra da komanda qurulduqca aylıq qazanclardan da bizə 50% qazanc verir. Və ümid edirəm ki, hər şeyi aydın şəkildə izah etdim. İnşallah ki, hər şey aydın oldu sizlər üçün. Yəni, birazdan sual cavablara keçəcəm. İnşallah ki, suallar olsa, təbii ki, suallarınızı verə bilərsiniz.